6-cı sinif qiymətləndirmə kitabından, qiymətləndirmə tapşırıqları kitabından bir neçə sualın izahına baxaq. 5-ci sualı, biri feildən sifət düzəldən şəkilçidir. Belə suallar qarşımıza çıxanda, əgər bizim şəkilçilər yadımızdan çıxıbsa, hər hansı sözlərə əlavə edib baxmaq olar. Bu feilə qoşula bilirmi? Məsəl üçün, cıl şəkilçisi. Cıl şəkilçisi, zarafatcıl, qabaqcıl, yəni feilə qoşula bilmir. Dakı, evdəki, yoldakı, yuxarıdakı feilə qoşula bilmədi. Sız, yağlı, yağsız, dadsız, ağılsız feilə qoşula bilmədik. L şəkilçisi, dadlı, yağlı, sonra əhmədli, ağıllı, yenə də feilə qoşmaq mümkün olmadı. Qın şəkilçisini, məsələn, deyək ki, satqın, satmaq, satqın feildən sifət düzəltdi. Deməli, olacaq cavabımız D bəndi. 6-cı sual, cümlələrin birində sifətdən düzəlmiş isimlər var. Deməli, isim olmalıdır və sifətdən düzəlməlidir. Namərd sözü A bəndi. Namərd körpü salsa onda ad olmaz. Namərd sözü mərd sözünə əmələ gəlib sifətdən düzələn sifətdir. A bəndi getdi. B bəndi dadlı, lətafətli, məlahətlidir. Saplağı incə, özü ləzzətlidir. Burada görürük ki, ləzzətli, məlahətli, lətafətli, dadlı sözləri L şəkilçisi ilə düzələn sifətdir. İsimdən yaranan sifətdir. Amma bizə lazım sifətdən düzəlmiş isim olsun. Saplaq sözü özü də isimdir. Yəni isimdən yaranmış isimdir. Ona görə B bəndinə çıxırıq. C bəndi, xalqa bu dünyanı etmə qaranlıq, bir yaxşılıq qalar, bir də yamanlıq. Yaxşılıq sözü burada L şəkilçisi ilə düzəlib, sifətdən düzələn isimdir. Yaman sözü, yamanlıq sözü də yenə yaman sözündən düzəlib, sifətdən düzəlmiş isimdir. Deməli, cavabımız olur C bəndi. Qaranlıq sözü isə sadədir, bunu baxmırıq. D bəndi, dağlıq yerlər sərin olur. Dağ sözündən dağlıq düzəlib, isimdən düzələn isimdir. Ona görə bu cavab da ola bilməz. Payız olur, əsl soyuq küləklər. Burada düzəltmə sözü soyuq sözüdür. Soyuq sözü feildən düzəlib, soyumaq sözündən, feildən düzəlmiş sifətdir. Yenə bizim cavabımız deyil. Cavab oldu burada C bəndi. 7-ci sual, biri isimdən düzələn feildir. İsimdən düzələn feil tapmaq üçün geriləmək, geri olur zərf, ağarmaq, ağ sifət. Sonra azalmaq, az olur say. Güləyən, gülməkdən güləyən, bu oldu feil, feildən düzələn sifət. Bizə lazım isimdən düzələn feil. İşləmək isə sözün kökü iş ismidir. L şəkilçisinə feil düzəlib. Biri isimdən düzələn feildir, o da oldu Y bəndi. 8-ci sualı da baxaq. Yalnız hansı suallara cavab verən sifətləri göstərin. Yadımızda saxlayaq ki, dakı və K şəkilçili, dakı və K şəkilçili hər bir sifət yalnız hansı suallara cavab verir? Yəni, dakı və K şəkilçili sifət varsa, bu sözlər necə nərci sualına cavab verə bilməz. Bu qaydanı yadınızda saxlayın. K və dakı şəkilçisi olan sözlər seçirik. A bəndi, daha doğrusu bir, dünənki, biri budur. Qıpqırmızı olmaz. Evdəki, dakıdəki, 1, 3. Qara buğday olmaz, yaşıl dəhər olmaz. 1, 3, o da oldu. B bəndi.